Nə yaxşı qaynana ilə birgə yaşamırsan və hara istəyirsən, ora Bu gedirsən. sözlərə əsasən Instagramda hekayə bölməsinə baxan insanlar mənə yazırlar. İstər qaynana ilə, istərsə də qaynanasız, bu fərq eləmir. Siz istədiyiniz vaxtı öz şəxsi həyatınız var. İstədiyiniz vaxtda gedib gəzərsiniz də yoldaşınızla. Nə istəyirsiniz, onu da eləyə bilərsiniz. Bu sizin şəxsi Mənə həyatınızdır. gəldikdə isə qızlar, mən şəxsi yaşamıram. Mənim qaynanam və qaynata ilə yaşayıram. Sadəcə bina evini qaynanamgil çoxdan alıblar və buna görə də buranı artırıblar. Bura genişdir. Geniş olduğu üçün də kuknamız ayrıdır, qaynanamla oturma otağımız ayrıdır, televizorlarımız ayrıdır və hamam tualetimiz də təbii ki də ayrıdır. Mən bura gələndən belə qurulub və biz də belə yaşayırıq. Və demək olar qaynanam evdə olmur, bir-birimizi görə bilmirik, çünki onlar işləyirlər, qaynatam da, qaynanam da. Sağ olsun yeməkləri də qaynanam eləyir, amma təmizlik işinə təbii ki də mən baxıram. Bura kimi baxdınızsa qızlar, zəhmət olmasa mənə takib atın, səhifəm böyüsün. Çünki çox həvəslə başlamışam və görürəm ki, baxış çoxdur, amma takib atan yoxdur. Bir dənə takibdən heç bir şey olmaz. Maraqlı videoların ardı üçün zəhmət olmasa məni takib edin. Sağ olun qızlar, özünüzə müğayət olun.